صل على محمد وآل محمد اللهم صل على محمد. Fars dilindən 21-ci dərsdə hər birinizi xoş gördük, hər birinizi salamlayırıq. Allah hər birinizi müvəffəq eləsin. Qalmışdıq Dar Park Heyvanat. Heyvanlar parkında, yəni zooparkda. İlk diqqət eləyirik lüğətə. Bağ-ı vəhş, yəni zoopark, yəni vəhşilər bağı. Heyvanat, yəni heyvanlar. Deraz keşidə əst, yəni uzanmışdır. Qorc, qurd, canavar. Quşt, ət. Baxın, quşt. Quş qulaqdır, quşt ətdir. Digər, başqa, özgə, yəni elə bizdə də işlənir digər. Bətçi xirsha, ayı balaları. Şəğal, çaqqal. Xərquş, dovşan. Rubah, tülkü. Xahiş edirəm, bəzi mövzularda orfoqrafiya və orfoepiyaya diqqət eləyək. Misal, dovşan yazılır, dovşan deyilir. Baxırıq mətnimizə. Dar Park heyvanat, heyvanlar parkında. Be in şəkilha negah konid. Bu şəkillərə diqqət edin, yəni baxın. Şagirdan be bağ-ı vəhş amədənd. Şagirdlər heyvanat parkına, yəni zooparka gəldilər. Meymunha bazi mikonənd. Meymunlar oynayırlar. Amma yek meymun deraz keşidə əst. Amma bir meymun uzanmışdır. Qorc quşt mixorəd. Canavar ət yeyir. Bətçi xirsha niz bazi mikonənd. Ayı balaları da oynayırlar. Şagirdan az in gərdiş xeyli xoşhal şodənd. Şagirdlər bu gəzintidən çox xoşhal oldular, çox şad oldular. Dar bağ-ı vəhş heyvanat Dar bağ-ı vəhş heyvanat digər həm həst. Zooparkda digər heyvanlar da var. Məsələn, fil, şəğal, yəni çaqqal, xərquş, yəni dovşan, rubah, yəni tülkü və qeyriləri. Bu suallara cavab verin. Şagirdan koca amədənd. Şagirdlər hara gəldilər? Çera yeki az meymunha deraz keşidə əst. Nə üçün yeki, yəni biri az meymunha, meymunlardan, yəni meymunlardan biri deraz keşidə əst, uzanmışdı? Onu heç mən də bilmirəm. Qorc çemi xorəd. Canavar nə yeyir? Bunlar haqqında inşallah ki cavab yazacaqsınız. Suallara cavab verin. Qorc çəndpa darəd. Canavarın neçə ayağı var? Pəs fil çəndpa darəd. Məsələn, deyəcək ki, fil çahar pa darəd. Bu cür bunları da oxuyub müəllim və ya müəllimənizə cavab verə bilərsiniz. Yazmaq istəyənlər də yaza bilər. Nöqtələrin yerinə lazımı sözlər yazın. Fil çeşm darəd. Fil iki göz, fil göz varıdır. Yəni burada deyəcəyik fil do çeşm darəd. Yəni filin iki gözü var. Rubah niz do çeşm darəd. Bunu da inşallah ki diqqət eləyəcəyik. Cümlələri farscaya tərcümə edin. Mənim bir kitabım və 2 dəftərim var. Bunları da inşallah tərcümə eləyəcəksiniz və həm Azərbaycancalarını, həm də tərcümələrini yazıb müəllim və ya müəllimənizə göndərəcəksiniz. Yadınıza salın. Mən darəm, to dari, u darəd, ma darim, şoma darid, anha darənd. Bu cür neydi? Leyla çemi konəd. Leyla nə edir? Baxaq birinci lüğətimizə. Bidar mi şəvəd, yəni oyanır, yəni durur yuxudan.
bu mənada. Mişuyəd, yəni yuyur. Miqozarət, yəni qoyur. Beqozar, yəni qoyudu. Miqozarət, yəni qoyur. Birun miayət, yəni çıxır. İndi isə baxaq görək Leyla nə edir? Sobh az xab bidar mi şəvəd. Sübh yuxudan oyanır, durur. Dəst və ruyəş ra mişuyəd. Əl və üzünü yuyur. Sobhanə mixorəd. Səhər yeməyi yeyir. Kitab və dəftərhayəş ra tuy kif miqozarət. Kitab və dəftərlərini çantanın içinə qoyur. Az xanə birun miayəd. Evdən çıxır. Bedəbestan mirəvəd. Məktəbə gedir. Şəkillərə baxıb öz adınıza danışın. Məsələn, mən sobh az xab bidar mişəvəm. Mən səhər yuxudan dururam. Dəst və ruyəm ra mişuyəm, yəni əl və üzümü yuyuram. Özümüzünkiləşdirəcəyik. Feillərə diqqət eləyəcəyik. Mişuyət daha olmayacaq, mişəvəd olmayacaq. Mişuyəm, mişuyim, mişəvəm, mişuyəm bu cür nə olacaq? Leyla ruy təxtə siyah minəvisəd. Leyla biz buna lövhə deyirik də, bəli. Lövhənin qarşısında minəvisət yazır. Bu da buna aid olan bir mövzu, yəni məsələ idi. Deməli, baxırıq təkdə və cəmdə deyir. Dəftərhayəm, yəni dəftərlərim, dəftərhayəman, yəni dəftərlərimiz. Dəftərhayət, dəftərlərin, dəftərhayətan, yəni dəftərləriniz. Dəftərhayəş, yəni dəftərləri, dəftərhayəşan, yəni dəftərləri, burada əslində səhv qoyublar. Dəftərlər, bəli, əslində burada səhv qoyublar. Onun dəftərləri, onların dəftərləri. Burada bu cür bir məna olmalı idi ki, bilinsin. Dər kilas və dər xanə, sinifdə və evdə. Bu gələn mövzumuz olacaq. İnşallah gələn mövzumuzda bu mətnləri oxuyacağıq. Mən şagird həstəm, mən şagirdəm. Əlhəmdülillah, Allah hər birinizi müvəffəq etsin.